Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz bir anlam yalnız iki ifadə. Bu nə deməkdir? Yorğunluq simptomu, yoxsa yorğunluq hissi. Bu iki nüansı bir-birindən oxşar və fərqli cəhətləri var. Adətən bu nədir və nə ilə bağlıdır? Yorğunluq simptomları budur ki, hər hansı fiziki yaxud zehni bir işi işləyib və nəticəsində yorğun olursan. Yəni günün sonunda tutaq ki, fəhləsən, yaxud hər hansı bir tibb sahəsindən doktor, həkim və nəticədə işin bitdikdən sonra yorğun olursan. Çünki hər hansı zehni yaxud fiziki işin əməyindən qaynaqlanan səbəblərə görə yorğunluq əlaməti özünü göstərir. Amma yorğunluq hissi dedikdə bu heç bir iş görmədən, fiziki yaxud zehni işlə məşğul olmadan daimi olaraq bədənin əzgin, yorğun, halsız yaxud taqətsiz hissi deməkdir. Bəs bu nə zaman olur? Niyə heç bir iş görmədən lorlu dillə indiki vaxtda daha çox səslənən axot yoxdur ifadəsi? Bu adətən bədəndə D vitamininin, yəni günəş enerjisinin zəifliyinin və kalsinin çatışmamazlığından qaynaqlanır. Yəni bədən bərk deyil, boşdur. Yəni lorla zəifsən kimi belə bir ifadə səsləndirilir və nəticə etibarilə bədən yorğun olduğu üçün yorğunluq hissi daima bədəndən çıxmır. Baxışdan heç etməmişsən, amma o qədər yorğunsan ki, bir məsəl var deyir, daş daşımısan, hə? Məsələn, belə bir kobud sayağı bir ifadə. Və nəticə etibarilə bəzən insanlar bunları qarışdırırlar, yorğunluq hissini, yorğunluq simptomunu. Və sonda oxşar cəhət olaraq, biz fərqliləri dedik, oxşar cəhət olaraq qeyd etsək, doğrudur, hər ikisində yorğunluq olur, bədən enerjik olmur, hər ikisində hər hansı bir yeni bir iş görməyə sıfır enerji ilə. Çalışın hər zaman məqsədli və planlı şəkildə iş görün ki, enerjinizi daima yüksək səviyyədə qalsın. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz. Yaxud hər hansı fikirləriniz olduğu təqdirdə bölüşə bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.